Dostlar, yeniden xoş gördük herkesi. Forum TV'de bugün genç şahmatçımız Aydın Süleyman'ın oyunu var. Bildiğiniz kimi bugün Hollandiyanın Veykanza şehrində Tata Steel Chess Masters ve Challenger turnirlerine start verildi ve yarışda ölkəmizin yeganə təmsilçisi olan Aydın Süleymanlı ilk turda yerli şahmatçı Ervin Lam ile qara figurlarla karşılaştı. Məhz bu videoda həmin oyunun analizini sizlerle paylaşacaq. İlk turda qələbə önəmli idi yarışa. Uğurlu start verməyə çalışıldı Aydın. Görək həmin oyunda nələr baş verdi. Bu videonun ən az 300 like hədəf var. Bu hədəfə çatmamıza dəstək olacağınıza təbii ki inanırıq. Və bundan əvvəl videonu bəyənib kanala abunə olmaqla bizə ən böyük dəstəyi göstərmiş olarsınız. Hazırsınızsa oyuna keçirik. Lam ayaqlarda, Aydın qaralardadır. D4, ATF6, ATF3, D5, Y3 ilə tərəflər oyuna start verirlər. Y3, Y6, fil D3 oyuna çıxır. S5, D4-də piyadaya təzyiq var. B3, Aydın atını oyuna çıxardır. Fil B2 ilə rəqib filini A1, H8 diaqonalında saxlayır. SD7, fil D6, yüngül figurları oyuna çıxarıb figurları inkişaf etdirməyə çalışırıq. At B2 isə at B4 oynayır Aydın burada və rəqibin D3-dəki filinə hücum var. Fil qayıdır Y2, Aydın isə atı yenidən C6-a qaytarır və sanki 9-cu girişdə artıq bir rəqibinə heç-heçə təklif eləməyə çalışır Aydın Süleymanlı. Rəqib isə bunu qəbul eləmir və qalasını qurur. Aydın da elə qala qurma ilə cavab verir 10-cu əmrədə. A3-dən sonra B6 yer Aydın filini B7-də oyuna çıxartmaq istəyir. Fil D3 isə fil B7, vəzir Y2 ağır figurlarımıza yavaş-yavaş oyuna çıxmağa başlayır top C8 girişi ilə. Rəqib isə atını yerləşdirir mərkəzdə. Ervin atı mərkəzdə çox güclü dayanır və növbəti əmrlərdə digər atda F3 xanasına gəlib oradan G5-dəki atı müdafiə edə bilər. Aydın isə at Y7 geri qayıdır. F4 ilə Y5-dəki at bir qədər də möhkəmlənmiş olur. Top C7 yerişi oynayır Aydın Süleymanlı. Şahmatçımızın məqsədi isə vəziri A8 xanasına gətirib buradan Y4-ü müdafiə eləmək və növbəti yerişlərdə atı Y4 xanasında mərkəzdə yerləşdirməkdir ki, hal-hazırki vəziyyətdə görürsünüz. Ağların D3-dəki fili yetəri qədər aktivdir və H7-dəki piyadaya zərbə endirir və gələcəkdə hücumlar gözlənilir şah cinahından. Ervin Lam isə topunu F3-dən oyuna çıxardır. Vəzir A8, top H3 və at Y4 qeyd elədiyimiz plana sadiq qalır Aydın Süleymanlı və hal-hazırda rəqibin ağ filinin yolunu kəsmişik və Ervin isə fil atı dəyişdirir Y4 xanasında. Fil Y4, D-Y, at D4-dən sonra rəqib D6-dakı figurumuzu istəyir. Aydın vəzir D8-də cavab verir və D6-da fili müdafiə edir. Vəzir H5 girişin məqsədi isə təbii ki bir giriş H7 xanasından bizi mat eləməkdir. H6 lövhədəki yeganə düzgün girişdi. Top F1 ilə isə rəqib F4-də piyadanı müdafiə edir. Girişin məqsədi nədir? Birbaşa at H4, at H6 planları alınmır çünki at H4 gəlsə artıq F4-dəki piyada boşda qalacaq. Məhz buna görə Ervin Lam topunu F1-ə gətirib F4-də piyadanı müdafiə edir. Fil Y5, fil at dəyişir Y5 xanasında. F7 isə artıq burada at D6 təhlükəsi var və həmçində at Y3-dən J4-ə düşə bilər ki, H6 və F6 xanalarına yaxınlaşa bilsin. Aydın isə at F5 ilə cavab verir və hər iki xananı ustalıqla müdafiə edir. Həm at Y3, həmçində at D6 girişlərinin qarşısı kəsilmiş olur. Rəqib isə C3 ilə cavab verir ki, burada at D4 və ya vəzir D4 kimi girişlər həyata keçməsin və şahmatçımız 23-cü girişdə F6 oynayır. Bir qədər səliqəsiz giriş kimi qiymətləndirir Stokiş. Bunun əvəzində vəzir D5, Y3 ideyalarını istifadə eləməyi daha çox məsləhət gördü. Həmçində vəzir J5-də vəzirləri dəyişdirib vəziyyəti bir qədər sadələşdirmək məsləhət görülürdü. Aydın isə F6 girişi ilə vəzir J6 həmləsini gözdən qaçırdı. Burada F6-dan sonra Aydının məqsədi top üçün 7-ci xətti açmaqdır ki, gələcəkdə topumuz J7-ni, H7-ni müdafiə edə bilsin və həmçində F7 xanasına düşə bilsin. Aydın F6 yerişinə vəzir Y6 cavabı var idi ki, F-yə vura bilmirdi. Vəzir Y6 ilə şah verib yenidən G5-dəki piyadamızı götürə bilərdi. Amma bir qədər bu vəziyyətdə şans üzümüzdə gülür. F6 yerişinə Ervin Lam filini C1-ə çəkir və 2 suallı bir gediş eləyir. Fil C1-dən sonra məqsədlərdən biri artıq H6-ya düşməkdir. Top F5, Y, fil H6 kimi məqsədlər var. Aydın isə F-yə vurur və çox da gecikmir. F-dən sonra D-yə damında B5 gələrək ata zərbə endirir. Rəqib əgər birbaşa at Y5 vursaydı bu halda Y3 gəlib yenidən vəzir D5 ideyalarına baxa bilərdik. F-Y, D-Y, B5 ata hücum var. At D6, atlar dəyişir D6-da ilk növbədə top F8, vəzir F8, Y-dən sonra isə piyada ilə topumuza hücum var. Birbaşa əgər vəzir D6 vursaq, top J3, fil H6, vəzir H6
taktikaları var. Aydın ona görə daha səliqəli oynayır. Topunu gətirir F7-yə. Məqsəd isə top F1 mat eləməkdir. Ervin Lamet topunu daha da desəm vəzirini qaytarır D1 xanasına. D6-nı müdafiə edib. Həmçində F1-dən mata icazə vermir. Həm yerimizin fil D5 yeşini görürük. Yeşin məqsəd nədir? Sadə bir əmri olarsa fil B3, fili qurban verir, vəzir B3 və rəqibin vəzirini F1 xanasına yayındırıb top F1 ilə rəqibi mat eləməyə çalışacaq. Fil D5 C4 gəlir və piyadanı məhz C4-də rəqibinə verməyi düşünür Hollandiyalı Grossmeister. BS B4-də isə vəzir D6 hal-hazırda 3 dənə keçid piyadamız var və 2 dənə artıq piyadamız var. Amma o qədər rahat vəziyyət deyil, çünki ağ filimizin yolları bağlanıb burada. Bunlar olaraq əks rəngli fillərdə və bildiyiniz kimi əks rəngli fillərdə bəzən elə vəziyyətlər yaranır ki, 2-3 piyada artıq olsan belə qələbə qazanmaq o qədər də asan məsələ deyil. Top D3, Y3 gəlir Aydın və piyadanın rəqibi ötürür. Nəyə görə? 2 piyada öndə və birini verir ki, heç olmasa ağ filimizin yolu açılsın, yoxsa pasiv qalacaq. Y3 fil, Y3 vəzir Y5 2 qat zərbə var. Topa hücum eləmişik. Vəzir Y4 planlarımız da var ki, gələcəkdə J2-dan mat eləyək. Təbii ki, lövhəyə hal-hazırda ən güclü figur məhz D5-dəki filimizdir. Bəlkə də rəqibin vəzirinin gücünə hal-hazırda bərabərdir bizim D5-dəki filimiz. Fil D4, vəzirimizdə hücum var. Vəzir F4-də gəlir, burada vəzir Y4 deyişi daha yaxşı ola bilərdi. Hal-hazırda görürük ki, şahmatımızın 7 dəqiqə vaxtı var, rəqibin isə 3 dəqiqə. Və bu yarışda vaxt kontrolü bir qədər fərqlidir, vaxt nəzarəti bir qədər fərqlidir. Və hər bir şahmatçıya oyun başında 2 saat vaxt verilir və 40 gediş ərzində vaxt artmır. Yəni bu o deməkdir ki, 40 gediş ərzində bazarına qədər sürətli olmalısan, çünki vaxt artımır. 40 gedişdən sonra hər bir şahmatçıya yarım saat vaxt artır və hər gedişdə yarım dəqiqə artır. Amma ilk 40 gediş ərzində vaxt artımı deyilən bir şey yoxdur, 1 saniyə belə artmır. Və bu da oyunu maraqlı edəcək bir vəziyyətə gətirib çıxarır. Bu vaxt kontrolü fil D4, vəzir F4 oynayır şahmatçımız. Vəzir F4-dən sonra top J3-ə gəlir, J7-yə hücum var, düzdür, müdafiə eləmişik. Aydın isə fil Y4 ilə cavab verir. Təbii ki, vaxt azdır, səhvlər başlayır. Fil Y4, fil D3, vəzir F1, top F1 mat ideyaları var Aydınlar. Fil Y3-ə rəqib müdafiə olunur, vəzir qayıdır F6-ya. H3, 37-ci gedişlər. Biraz səliqəsiz oynayır Aydın isə fürsət tapan kimi piyadanı C3-ə gətirir. C3 vəzir J4 filimizə hücum vardı. Fili qaytarır F5-ə. Vəzir F4-dən sonra isə 39-cu əmrdə Aydın düzgün şəkildə piyadanı C2 xanasına gətirir və artıq bir xana qalıb ki, piyada vəzirə çıxsın. Şah 2, şah 7 kimi gedişə eləsə artıq 40 gedişdə anlar. Təbii ki, bu gedişin önəmi ciddidir. Çünki vəzir H6 taktikası var burada. Vəzir H6, vəzir H6, fil H6 piyadalardan birini götürə bilərdi. Biz vura bilmirik bağlamada və fil həmçinin C1 xanasına nəzarət eləyir. Şah 2, şah 7, fil düşür D2 xanasına, top D7 və hal-hazırda filə də hücum var. Top C3, top D4, vəzirə zərbə endirir, vəzir qayıdır Y3-ə və rəqib fikir verin 3 figurla hal-hazırda C1 xanası müdafiə edir ki, piyada vəzirə çıxmasın. Aydın isə vəzir D8 oynayır, filə hücum var, fil qayıdır, top D1 daha bir hücum gəlir C1-dəki filə. Şah Ş3-dən sonra isə vəzir F6 həmləsi oyunda 45-ci və sonuncu gediş olur. Və bundan sonra artıq Ervin Lami oynamaq istəmir, çünki növbəti gedişdə top C1 ideyamız var. Məsələn A4 gəlsə top C1, vəzir C1, vəzir C3 artıq rəqibdən bir yüngül figur öndəyək. Təbii ki, topu qaçmaq mümkündür. Burada top C4 gələ bilər, amma bu halda da top D3 gedişimiz var. Nəsə buna görə də Ervin Lami 45-ci gedişdə təslim olur və Aydın Süleymanlı Tata Steel Chess Challengers turnirinə qələbə ilə başlayır. Və sonda şahmatçımızı qələbə münasibətlə təbrik edirik və növbəti görüşlərdə ona uğurlar arzu edirik. Nəzərə çatdıraq ki, canlı yayımlar hər gün Bakı vaxtı ilə 18:00-dan etibarən YouTube kanalımızda sizlərin qarşısında olur və canlı yayımlarımızda izləməyi unutmayın. Gəlin bir yerdə Aydına dəstək olaq ki, Hollandiyadan vətənə qızıl medalla qayıtsın. Şahmatçımıza bir daha uğurlar arzu edirik. Dostlar, hər birinizə təşəkkürümü bildirəm. Videonu izlədiyinizə görə oyun barədə fikirlərinizi rəy bölünməsinə qeyd etməyi unutmayın. Videonun da müəyyən bir like hədəfi var. 300 like hədəfi əgər yadımdan çıxmışsa deyəsən elə demişdim. Bir də like atsanız sevinərik, abunə olmağı da unutmayın. Özünüzə yaxşı baxın. Hər birinizi öpürəm, bağrıma sıram. Hələlik.